Salam dostlar. Deməli, yenə bir şey danışmaq istəyirəm. Deməli, mən bu barədə neçənci dəfədir danışıram da. Yəni artıq bilmirəm, ikincidir ya, üçüncüdür, nə bilim. Sosial mediadakı mənfi rəylərdən danışmışdım bir dəfə ki, nə qoyursan gəlib altına məsələn gülürlər, lağ eləyirlər, ətim tökülür deyirlər. Yəni nə bilim belə ay qocalmışam deyirlər, ya saçın ağarıb deyirlər, belə elə. Nəsə mən bunlara maraqlı gəlmir, yəni əsəbləşmirəm də bunlara. Onsuz da mən video çəkəcəm, yəni lap səhifəmə spam atılsa da yenə yenisini açıb başqa səhifələrdə davam edəcəm. O məni o qədər narahat eləmir. Çünki sosial media çox geniş platformadır, hamıya açıqdır da. Yəni hamı istədiyi kimi video çəkə bilər. Yəni öz kontentini də yarada bilər. Məsələn, mənim fikrimə əgər maraqlı bir şey gəlirsə, mən istəyirəm ki, məsələn, bunu internetdə paylaşım. Yəni, bəlkə, məsələn, belə bir şey toxuyuram. Bunu özüm icad eləmişəm, qəşəng alınıb, xoşuma gəlir. Mən istəyirəm ki, məsələn, mən belə bir şey icad elədiyimi, yəni belə bir şey toxuyub, öz zəkamla icad edib, ortaya gətirdiyimi, məsələn, sosial mediaya qoyum, qoy hamı görsün ki, məsələn, belə bir qız var, belə bir şey toxuyur, belə bir şey qoyur da. Amma hər dəfə, o gün də demişdim, başım həqiqətən ağrıyır, bayaqdan çox əsəbiyəm, gərginəm deməyəcəm deyə. Çünki o bir səhifəmi bağladım, onu istəmirəm deyim. Əlimdə əl qabiliyyəti var, bacarıq var. Xoşuma gəlir nələrsə çəkmək, nələrsə qoymaq. Hər dəfə demək olar ki, uzun müddət əvvəl Instagramımda olurdu. Spam atılırdı, izlənmələr düşürdü. Ona görə onu atdım, o mənə maraqlı gəlmir. Bura yaxşıdır, bura xoşuma gəlir. Yəni burada başqa ana səhifədə həm videolara baxıram, həm başqa blogerlərə baxıram. Əgər mənim də video çəkməyə həvəsim varsa, yəni xoşuma gəlirsə, bir əl qabiliyyətim varsa, bacarığım varsa, hər şeydən əlavə danışma qabiliyyətim varsa, mən sosial mediada özümü apara bilirəmsə, deməli mənim də haqqımdır buradan nəsə çəkmək, nəsə qoymaq və buna heç kim qadağa qoya bilməz. Çünki Google Play, bir də App Store deyilən Play marketləri var da, yəni hər telefonun, hər telefon markasının, hər telefon modelinin özünə uyğun, məsələn, uygulama yükləmə mağazası var ki, məsələn, sən istədiyin oyunları, o uygulamaları oradan gedib telefonla yükləyirsən. Məsələn, oraya girəndə, baxanda sən görürsən ki, orada məsələn, TikTok'un adı var, Instagram'ın adı var. Instagram istifadə eləmirəm, elə belə var amma orada o heç. O qədər maraqlı gəlmir. Məsələn, TikTok uygulaması var orada. TikTok'un altına girənlər nə yazır? Yüklə. Bu super gözəl qızların da telefon uygulamasında elədi, mənim kimi olsa gözəl qızların da telefon uygulamasında elədi. Yəni, telefonlar icad olunanda, onların play marketləri icad olunanda, o demir ki, ancaq gözəl qızlar TikTok götürsün, ancaq gözəl qızlar TikTok çəksin, video qoysun, orta gözəl qızlara amanın gülüdür, TikTok çəkmək olmaz, danışmaq olmaz. Mən özü əsəbləşirəm. Bundan neçənci dəfədir, nə qədər səhifə açıram, nə qədər səhifə düzəldirəm, onun üstündə əziyyət çəkirəm, onda hansı videolara qoyacam, onun haqqında hətta ssenarilər də hazırlayıram. Yəni, öz zəkamla indi gücüm çatan qədər nələrsə eləyə bilirəmsə, çünki indi hələ tam profesional bloger səviyyəsində ideyalarım yoxdur. Prosta maraqlı gəlir, xoşuma gələn mövzularda məsələn danışıram. Məsələn, o günləri video qoydum ki, hə, bunu məsələn necə icad eləmişəm, necə toxunmuşam bu haqda. Yəni, burada nəsə çəkmək, nəsə paylaşmaq mənim də haqqımdır. Sosial medianın adının altında Play Marketdə qadağa qoymur ki, yəni, sən gözəl qız deyilsən və sənin gözəlliyini ortada, sənə TikTok çəkmək olmaz, qadağandır. Elə bir şey yoxdur. Hamı təzə başlayanda bu cür olur, ya kimisinin ağzında yara olur, yəni hamısı anadan doğulanda uşaq vaxtından böyüyənə qədər, ağır kəsənə qədər super gözəl qız da olunmur ki, yox. Yavaş-yavaş, asta-asta zamanla özün tutanda, yavaş-yavaş özünü anlayanda, başa düşəndə bilir ki, hər zamanın tərzi nədir, hər zamanın dəbi nədir, hər zamanın tələbi nədir, onu eləyir. Səhifələrimə hər dəfə spam atılır, videoların izlənmələri düşür. İndi yenisini atmışam, orada başlayacağım videolar qoymağa. Hələ qoymamışam, onu tam ayarlarını düzəldim sonra.
ağlama fikirlər gəlir, ideyalar gəlir, maraqlı şeylər gəlir. Hə, videoma gəlir, məsələn, altına görüş şeyləri qoyurlar, məsələn, gülürlər, yalan eləyirlər. Sənin problemin nədirsə, konkret şəkildə rəylərdə onu yazdılar ki, bax, mənim səninlə problemim budur. Qutardı. Yəni, ən dürüst yol budur. Milyon dənə istifadəçi var burada. Bilmirsən ki, hansı rəy bildirəndə nə niyyətlə yazır. Mən elə bir qız deyiləm ki, yəni, məsələn, kiməsə əsəbləşim, yəni, nəsə deyim. Yox, prosto burada olmaq, burada nələrsə çəkmək, nələrsə paylaşmaq mənim xoşuma gəlir. Yəni, istədiyim şeylər barədə, məsələn, öz toxumama uyğun, yəni, öz məsuliyyətlərimə uyğun, günlük nələrsə eləyirəmsə, onu paylaşmaq mənim xoşuma gəlir. Xoşum gəlmir, o gün də deyil. Əgər mənim videolarım, mənim paylaşdıqlarım, səhifəmə qoyduqlarım sizin xoşunuza gəlmirsə, videoya heç tam baxın, heç həqiqətə də girməyin. Parmağınızla üstündən basırsınız, ilgilənmiyorum deyən belə bir sınıq bir ürək bir şey var, ürəkli üstündən xət qoyun. Onu basırsınız, keçir, bir də mənim videolarım sənin qabağına çıxmayacaq. Yəni, daim mən artıq əsəbləşirəm. Səhifə qururam, səhifə yaradıram, üstündə nə qədər işləyirəm, paylaşacağım videolarda nələr danışacağım haqqında nə qədər düşünürəm ki, qoy yaxşı bir şey olsun ki, yəni TikTok'un sisteminə, yəni qaydalarına uyğun olsun da, çünki o bir səhifələrim də elə olub, məsələn, nələrsə olub, tez bağlayıb. Çalışıram üstündəki, yəni yaxşı olsun, ədəbsiz nələrsə olmasın, yəni insanlara xoş olmayan nələrsə olmasın, xoşunuz gəlmirsə, basın üstündən keçin, bir də qabağınıza çıxmayın. Ya da bloklama deyilən bir şey var, hansı ki, bloklamağı yaxşı bilirsiniz. Yəni, bloklamağı yaxşı bilirsiniz. Bloklayın mənim, keçin. Bu qədər.